Don Kixot inamı. Həyatda müxtəlif inam növləri vardı. Bunlardan biri də faciəvi komik inamdır. Faciəvi komik inam insanın həyat haqqında təsəvvürlərinin həyata uyğun gəlməməsindən yaranır. Faciəvi komik inam məzmunsuz, bəsit, bayağı həyatın insan xəyalında gözəlləşdirilməsi, ilahiləşdirilməsi, ideallaşdırılması zamanı meydana çıxır. Faciəvi komik inam insanın xeyirxah bir meylin əsirinə çevrildiyi zaman yaranır. Bir ideyaya vurğun olan insan ətrafda ondan başqa heç nə görmür. O hər şeyə həmin ideyanın gözü ilə baxır. Nəhayət, faciəvi komik inam dövrün ülvi hisslərə, nəcib məqsədlərə yad olduğu zaman yaranır. İlkin niyyətlərə gülməklə dövr özünə gülür. Don Kixot cəngavərlik fikrinə düşmüşdü. Lakin dövrdə cəngavərlikdən, ülviyyətdən əsər əlamət belə qalmamışdı. Cəngavərlik rəngarəng, möhtəşəm, sirli, əsrarəngiz həyat tərzi ilə bağlı olur. Bunlar həyatdan silinmişdi. Zəmanədə cəngavər arzularının zirvəsi, məhəbbət, ədaqət və gözəllik timsalı Dulsinea Toboskalar yoxdur. Olsa, adi kəndli qızı Aldonso Lorenzo vardı. Don Kixotun yaradıcı xəyalı onu Dulsinea Toboskaya çevirir. Həyatda cəngavər silah daşıyanı, qeyri-adi cəsarət və hünər timsalı adamlar yoxdur. Olsa, Sancho Panso var. Həyatda əbədi səfərə çıxan, məzlumları zalımların zülmündən xilas edən cəngavərlər yoxdur. Olsa, Don Kixanalar vardı. Lakin xəyal Don Kixananı Don Kixota çevirir. Voltaire deyirdi ki, əgər Allah yoxdursa, onu uydurmaq lazımdır. Cəngavər həyatı, cəngavər rəşadəti yoxdursa, onu uydurmaq lazımdır. Don Kixot onu uydurur və öz uydurmasına həqiqət qədər inanır. Don Kixot səfərə çıxır. Nə görürsə, onun xəyalında qeyri-adiləşir, sirli məna kəsb edir. Don Kixotlaşır. Göyün üzünü buludlar mı bürümüşdü? Xeyr, düşmən ordusu Don Kixotun üzərinə yeriyir. Buludlarla döyüşmək lazımdı. Traktirdə Don Kixotu qarşılayanlar fahişə qadınlardımı? Xeyr, ismətli, sədaqətli, yüksək mənəviyyatlı xanımlardı. Onları əyyaşların pəncəsindən xilas etmək cəngavərin müqəddəs borcudur. Xanımlar Don Kixotun qəribəliyinə gülürlərmi? Xeyr, onlar Don Kixotu alqışlayırlar. Qarşıda görünən yel dəyirmanları deyilmi? Xeyr, Don Kixotun qəddar düşmənləri, cadugərlərdir. Onlara cəngavər qılıncının gücünü göstərmək lazımdır. Furqonda gələn kişilər monarx, qadın isə adi, orta yaşlı arvaddımı? Xeyr, qadın prinsessa. Kişilər isə onu qaçıran qara qüvvələrdir. Don Kixot misilsiz, prinsessanı qara qüvvələrin əlindən xilas etməli, öz cəngavərlik vəzifəsini yerinə yetirməlidir. Meşədə Don Kixotun qarşısına çıxan ovçulardımı? Xeyr, Don Kixotun əvəzsiz, Dulsinea Toboskasını sehirləmiş şeytanlardı. Hadisələr Don Kixotun arzuladığı kimi cərəyan etmirsə də, o inamını itirmir. Dulsinea Toboskaya onun gözünə bəzən adi Aldonso kimi görünəndə, Don Kixot bunu cadugərlərin sehri ilə əlaqələndirir. Don Kixot üçün idealına uyğun gəlməyən heç bir şey yoxdur. Buna görə də həyat Don Kixot xəyalında gözəlləşir,
cazibədarlaşır, rəngarəngləşir. Eyni zamanda həyat ona gülür. Lakin Don Kixota gülməklə o ən çox özünə gülür. Əgər həyatda ən ülvi, ən təmiz niyyətlər gülüncdürsə, deməli həyat öz mahiyyətini itirmişdi. Əgər həyatda Don Kixotlar lazımsız adamlara çevrilmişsə, deməli həyat sönmüşdü. Əgər Don Kixot niyyətləri dəlilik kimi qiymətləndirilirsə, deməli həyatda soyuq ürəkli, qanadsız, yarımçıq, cılız arzulu adamlar hökm sürürlər. Əgər Don Kixot xeyirxahlığı, ülviliyi, nəcibliyi, munisliyi uydurmalı olursa, deməli dövr bu hisslərə yatdı. Əgər cəngavər Don Kixot əsərin axırında yenidən adi, normativ Kixanaya çevrilirsə, deməli bəsitlik, bayağılıq, qanuna uyğun bir hadisə olmuşdu. Deməli zəmanədə Dulsineyaları Aldonsolar, Don Kixotları Kixanalar əvəz edir. Lakin dəli, gülünc Don Kixot nə qədər işıqlı, ağıllı, normativ, Kixanalar isə nə qədər sönükdü. Don Kixotun süqutunu göstərməklə yazıcı Don Kixotların yer üzündən silindiyini sübut etmək istəmişdi. Lakin Don Kixot yenə də səfərdədir. Ona gülürlər, onu daşa basırlar. Lakin yolundan döndərə bilmirlər. Çünki onsuz dünya zülmət gecəyə bənzəyərdi.